İsmailinin bu kəndini çox adam tanımır. Amma bu kəndin içində həm tarix var, həm fərqli xalqların birliyi var, həm də insanı valeh edən təbiət var. Bura İsmailinin Qalacaq kəndidir. Qalacaq kəndi rayon mərkəzindən təxminən 28 kilometr uzaqlıqda Acınahır ön dağlarında yerləşir. Dağların qoynunda yerləşən bu kənd saf havası, yaşıllığı və sakit həyat tərzi ilə özünə cəlb salır. Kəndin əhalisi təxminən 1082 nəfərdir. Burada yaşayan insanlar əsasən kənd təsərrüfatı ilə məşğul olur. Əkinçilik, taxılçılıq, heyvandarlıq, bağçılıq, kənd təsərrüfatının əsas məşğuliyyət hissələridir. Burada insana torpaq nəfəs çıxır. Qalacaq kəndinin ən maraqlı xüsusiyyətlərindən biri isə burada müxtəlif millətlərin illərdir mehriban şəkildə bir yerdə yaşamasıdır. Bu kənddə ləzgilər, Gürcüstandan gəlmiş Azərbaycanlı ailələr və yerazlar birlik və qardaşlıq şəraitində yaşayırlar. Burada insanlar milliyyətə yox, insanlığa görə bir-birinə dəyər verirlər. Xüsusilə ləzgilərin qədim adət-ənənələri, qonaqpərvərliyi və mədəniyyətə kəndin ab-havasına xüsusi rəng qatır. Toyları, gündəlik yaşam tərzləri və insanların səmimiyyəti Qalacağın fərqli ruhunu hiss etdirir. Kəndə yerləşən qədim kilsə isə Qalacağın tarixini yaşadan ən önəmli məkanlarından biridir. Bu tarixi abidə bu gün muzey kimi qorunub saxlanılır və kəndin qədim keçmişindən xəbər verir. Tarixi mənbələrə görə kəndin adı burada yerləşən qədim qala qalıqları ilə bağlı yaranıb. Bu torpaqlarda qədim yaşayış izlərinin olması kəndin əsrlərlə yaşı olduğunu göstərir. Yaz və yay aylarında Qalacaq tamam bir başqa gözəlliyə bürünür. Səhər tezdən dağların arasından gələn duman, quş səsləri və təmiz hava sanki insanı başqa bir dünyaya atır. Qalacaq kəndi Azərbaycanın torpaqları uğrunda canından keçən igid oğullar da yetişdirir. Kəndin şəhidləri bu gün böyük hörmət və ehtiramla yad olunur. Onların qəhrəmanlığı kənd sakinləri üçün hər zaman qürur mənbəyidir. Bura sadəcə bir kənd deyil. Bura tarixdir. Bura birlikdir. Bura təbiətdir. Və bura əsl Azərbaycan kəndidir. Qalacaq kəndi İsmailinin gizli qalan özəlliklərindən, gözəlliklərindən biridir. Sen aldın, hicr oduna saldın, yarı sitemgâr.